Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəvəsi Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın və xalq artisti, sahibkar Emin Ağavarovun qızı Əminə Əliyeva kung-fu üzrə dünya çempionu olub. Emin Ağavarov qızının qələbəsi ilə bağlı hisslərini bölüşüb, onun çempionluğa gedən yolundan danışıb və övladlarını necə dəstəklədiyini açıqlayıb. 2 ildən sonra Olimpiya oyunları olacaq. Orada yaxşı çıxış edəcəyimə ümid edirəm. Bunu kung-fu üzrə Azərbaycan millisinin tərkibində dünya çempionu olan Əminə Əliyeva deyib. Gənc idmançının sözlərinə görə İtaliyanın Perugia şəhərində keçirilən yarışda qızıl medal qazanmaq onun üçün elə də asan olmayıb. Əminə Əliyeva növbəti hədəfini də açıqlayıb. O, Olimpiya çempionu olmaq istədiyini bildirib.